Salam, xoş gördük hər birinizi. Deməli, Nəsirov Dursun Bey, elə mi? Siz Elgiz Əzdən efirindən aksiyamıza qoşuldunuz. Beldən ayağa doğru, sağ ayağa doğru yayılan ağrılarla bağlı, elə mi? Necə dediniz, ağrı başlayır beldən, ayağın arkası ilə, yan tərəfindən baldıra topuğa gedəcək. Düz ayağa qədər. Uyuşma var, gizilti var, yeriyəndə axsayırsız ağrı var. MRT müayinəsini icra elədik. MRT-də 2 səviyyədə, 4-5-də, bir də L5-S1-də bir yırtığım var. Hər iki yırtıq sağ ayağa gedən sinirini sıxır. Belə durumda biz sizə 2 prosedur eləyəcəyik inşallah. Düşünürəm ki, bundan çox fayda görərsiniz. Bu prosedurlar sizi həm əməliyyatdan qurtarmağa kömək edən, gələcəkdəki əməliyyata getməsiniz, həm də bu ağrılardan azad olar. Çox sağ olun, doktor. Allah sizdən razı olsun. Biz elə sizdən eşitdik, gəlmişik. Hamıya kömək olsun, bizdə də kömək olmağınıza görə çox sağ olun. Allah sizdən razı olsun, doktor. Hazırlıq götürücü prosedur. Pasientimizə 2 prosedur icra edəcək inşallah. Həm transforaminal epidural, yəni yırtığın kanaldan çıxdığı nöqtəyə blokada usulü, bir də epidural steroid inyeksiyası. İkili prosedur ilə məqsəd yırtığı həm bayırdan, həm də içərdən blok edib, həm yırtığın kiçilməsinə, həm də sinirin ödəm iltihabının aradan qalxması məqsədləşir. İnşallah bundan çox fayda görərlər.